qəhvə yığını heyvanabat iki hissədən ibarətdir. Ya qəhvə olmalısan ya da peysər. 4 qanun var demək Donduran dağı, Sibastı səhrası, Döşərası kəndi. Bu testlərdən keçməyən ev əlində 4 kilo daşşaqla gedəcək. Başa düşdünüz? Və sizə öz gözəl sikim nəticəmizi göstərmək istəyirəm. İş 90 polisi poxsuz sizə təqdim edirəm. Tosun, papaya matı vermirsən? Papa səni çox istəyir axı. İncə sikimi raqatqaya qoy, gözünü atacağım. Rastlar, qəhbələr, cinayətkarlar, göçkən aylar, hələ trans şəhzadədən danışım. Qəhbəni qaldırıb qoyublar dağ başına. Elə bil dünənə qədər tində alma satan Rafiq bu döyüldü. Şirinlər düz deyir, 40 dənə qəhbə yığılsa, onun kimi peysər doğanmaz. Ona görə də sənə bir dənə bomba məsləhətim var. Qayıt fermanda Markovun əş. Didava, yəqin ki görüşmərik. Götünü sikərlər. Yer evə. Gecə ləzzətini Nəşəni çəkdim. Ürəyi yumşaq ol. Ay polis bu nədir? Maşınımda yekə ştrap koyubsan. Mamam deyir ki, xıttayına beton sıçacam. Həmsiniz kim? Niyamətli Musayevin diskləri. Ondan sonra Üzeyir Mehtizadəyə qulaq asardı. Bu nə disklərdir? Cəmşid, necəsən? Cümşid, sən necəsən qaqaş? Keyfin əhvalın? Nə var, nə yox? Deyirəm, bəlkə siz bizi, biz də sizi gördüyümüz onda. Hə? Nə deyirsiniz? Yox da. Mən sənə inanıram, Direş. Səni aləmin içinə saldım. Səninlə çörək kəsdim. Rəhmətlik nənəm sənə süzmə xəngəlzat pişirirdi. Sənin sağ olun nə oldu mana? Amcıq tükündən xalça mı? Direş. Ceyran tükünün əvəzinə. Sən get. Ay bilə. Qaqa, gəl öz dilimizdə danışaq. Kim gəlmişin də var yoxun o birisi. Ay bilə. Saat dedim axı, gəl öz dilimizdə danışaq. Gördüyün nə tez pişiyə döydün. Ay, kimsə məktəbdə bulqarıb verənlərini. Sən ölənlərin bəzəri qəbri buraxma məni. İndi buraxacağam. Nə? Buraxma demədi? 1, Ay, 2. Sənin götünü sikim eləmə. Oy, Qudret, sox cinə. Bir də komsul. Şişdillah, mən döydüm. Kiməsə yana pas salıblar. Batsınız kim? Maraqlıdır, həyəcan siqnalını. Bəs sən bu sikə oxşayan başınla fikirləşməyibsən ki, şəhərin meriyarı mən də yırtıcılardan, ha? So, meydik. Bizi sikim köşkünlə qoyacaqlar. Göt deşiyinin 30 cm genlənməsi nəticəsində xəstəxanaya qaldırılan maralın götdən qan axması dayanmır. 13 kənayının isə vəhşiləşdiyi deyilir. Polis serjantı Foxun verdiyi məlumata görə isə vəhşiləşməyə ancaq yırtıcı heyvanlara aiddir. O, hər kəsi diqqətli olmağa çağırır. Ay ananızı sikim, neçə dəfə demişəm bu qara sörək otu bitən yerdə qaçmayın. Bu səfər mən əmməyəcəm. Dilim yara bağlayıb bu şey.